Salam dostlar. Bugün sizinlə Fulbright proqramı barəsində danışmaq istəyirəm. Heç şübhəsiz Fulbright dünyanın ən prestijli tələbə təqaüdü proqramlarından biridir. Onun prestijinin əsas göstəricisi proqramın məzunlarıdır. İndiyədək Fulbright məzunları sırasında 63 Nobel mükafatı laureatı, 90-a yaxın Pulitzer mükafatçısı və 40-dan çox dövlət başçısı, prezident və baş nazir yer alır. Ölkəmizin hazırki təhsil naziri Emin Əmrullayev də Fulbright məzunları sırasındadır. Proqram qaliblərə Amerika universitetlərində magistr təhsili almağa imkan verir və bu təhsil üçün lazım olan xərcləri qarşılayır. Bura daxildir yaşayış xərcləri, universitetin xərcləri, nəqliyyat xərcləri, dərs vəsaiti və s. Bir sözlə, bir tələbənin Amerikada yaşayıb təhsil alması üçün lazım olan bütün xərclər qarşılanır. Deməyə ehtiyac yoxdur ki, Fulbright olduqca rəqabətli bir proqramdır. Mən 2021-ci ildə bu proqramın qalibi olmuşam. Elə ilk cəhdimdən Fulbright-a seçilmişəm və Amerikanın top universitetlərindən olan Georgia Tech-ə qəbul almışam. Bu videoda da sizinlə internetdə tapa bilməyəcəyiniz müraciət və seçim prosesində uğur qazanmağınızda rol oynayacaq amilləri öz şəxsi təcrübəm nöqteyi nəzərindən sizinlə paylaşacağam. Dostlar, buna keçməzdən əvvəl bir vacib məqamı qeyd etmək istəyirəm. Əgər siz Fulbright proqramına Amerikaya köçüb yaşamaq üçün bir vasitə kimi baxırsınızsa, o zaman sizi sevindirməyəcək bir xəbərim var. Çünki Fulbright qaliblərə adi tələbə vizası vermir. Siz C1 vizası ilə Amerikaya gedirsiniz. Bu vizitor, yəni səfər vizasıdır və bu vizada 212 əlavəsi olur. Bu 212 əlavəsi nədən ibarətdir? Bu əlavə sizdən tələb edir ki, təhsiliniz bitdikdən sonra Amerikadan qaydasınız və öz ölkənizdə 2 il yaşayasınız. Və Amerikadan çıxmadan C1 vizasını digər vizaya dəyişə bilmirsiniz. Hətta deyək ki, doktoranturaya qəbul aldınız və F1 vizasına, tələbə vizasına dəyişdiniz. Yenə də vizanız bitdikdən sonra Amerikada yaşamaq üçün, işçi vizası almaq üçün mütləq ölkənizə qayıdıb 2 il ölkənizdə yaşamalısınız. Bu əlavənin qüvvədən düşmə şərtləri olduqca sərtdir və demək olar ki, normal şərtlər altında mümkünsüzdür. Bununla da ABŞ Dövlət Departamenti Fulbright proqramının məqsədinə uyğun olan gəncləri tapmağı hədəfləyir. Bəs bu proqramın məqsədi nədən ibarətdir? Əvvəlcə ondan başlayaq ki, Fulbright proqramı akademik nailiyyət proqramı deyil. Yəni, çox vaxt tələbələr fikirləşir ki, mən öz ölkəmdə yaxşı bir universitetdə təhsil almışam, GPA-im yüksəkdir və buna görə də mən Fulbright üçün uyğun bir namizədəm. Əslində, bu sizin yaxşı bir universitetə qəbul almanızda rol oynayır, amma Fulbright üçün ən vacib seçim meyarları sırasında deyil. Buna görə ki, Fulbright Amerikada öyrəndiyi bilikləri öz ölkəsinə qayıdıb, ölkəsinin, cəmiyyətin inkişafına tətbiq edəcək insanları, daha doğrusu liderləri axtarır. Məhz ona görə də seçim prosesində biz əmin olmalıyıq ki, Fulbright komissiyasına məhz belə bir namizəd olduğumuzu çatdıracağıq. Ölkəmizdə Fulbright-a qəbul Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilir və ilkin olaraq proses onlayn müraciət formasının doldurulması ilə başlayır. Burada biz özümüz haqqında məlumatları qeyd edirik, təhsilimiz, təcrübəmiz, nailiyyətlərimiz, fəaliyyətimiz. Amma buna sadəcə məlumat doldurma mərhələsi kimi baxmayın. Mənim fikrimcə bu Fulbright-a seçim prosesində ən vacib mərhələdir. Çünki biz burada 2 sənəd əlavə edirik müraciət formasına, study objective və statement of purpose yaxud da personal statement, hansı ki mənim fikrimcə bu 2 sənəd Fulbright-in qapısını bizim üzümüzə açır. Bu sənədləri hazırlamamışdan əvvəl və müraciət formasını doldurmamışdan əvvəl özümüz üçün bir məqamı aydınlaşdırmalıyıq. Mən hansı konkret problemi həll etmək istəyirəm və bunu nə üçün istəyirəm? Ona görə ki, bu sualın cavabları mənim bayaq qeyd etdiyim 2 sənəddə öz əksini tapacaq. İndi gəlin bunlara daha ətraflı baxaq. Başlayaq study objective-dən. Study objective bizim hansı problemi həll edəcəyimizdən bəhs edən bir sənəddir. Biz burada bu problem ətrafında biliklərimizi də nümayiş etdirməliyik çox qısa şəkildə və bu sayədə artıq hansı işlər gördüyümüzdən bəhs etməliyik. İndi daha konkret olsun deyə mən öz study objective-imdən sizə misal çəkəcəyəm. Mən müraciət eləmişdim dayanıqlı enerji sahəsinə. O vaxt dayanıqlı enerji dünyanın ən qaynar mövzularından biri idi və bir sıra dünya ölkələri, o cümlədən bizim dövlətimiz də Paris sazişi ətrafında müəyyən öhdəlik öz üzərinə götürmüşdür. Amma demək olar ki, hər yerdə olduğu kimi ölkəmizdə də bu sahədə mütəxəssis azlığı var idi. Ona görə ki, bu sahə ümumiyyətlə yeni yaranmaqda idi. Dayanıqlı enerji sahəsində təhsil verən təhsil ocaqları çox az idi və ölkəmizdə belə bir universitet ümumiyyətlə yox idi. Mən də 10 ilə yaxın idi ki, neft sahəsində çalışırdım
və ənənəvi enerji sahəsində əldə etdiyim bilik və təcrübələri dayanıqlı enerji sahəsində əldə edəcəyim biliklərlə birləşib ölkəmizin enerji tranzisiyasında onlara kömək edəcək bir mütəxəssis olmaq istəyirdim. Dostlar, aydındır ki, arzu və istək hamıda ola bilər və xüsusilə indi süni intellektin yayıldığı bir dövrdə belə bir məktubu hazırlamaq çətin olmamalıdır. Ancaq Fulbright proqramına inandırmaq lazımdır ki, biz bu dediklərimizi, bu istədiklərimizi həyata keçirməyə qabil olan insanlarıq. Məhz bunun üçün də bu sənəddə mütləq artıq həyata keçirdiyimiz layihələr barəsində danışmalıyıq. Yenə də öz study objectivimdən bir misal sizə gətirəcəyəm. Mən proqrama müraciət etdiyim il şirkətimizdə ən böyük könüllü işçi qrupunun rəhbəri idi və bu işçi qrupu ilə biz şirkətin aşağı karbon siyasətinin həyata keçirilməsində rol oynayan layihələr yerinə yetirirdik. Və bu layihələrin təsiri təkcə şirkət daxilində çərçivələnmirdi, həm də cəmiyyətimizin maariflənməsində rol oynayan layihələr həyata keçirirdik. Bununla da Fulbright seçim komissiyasına göstərmək istəyirdim ki, mən görmək istədiyim, həyata keçirmək istədiyim dəyişiklikləri yerinə yetirmək üçün imkanları gözləmirəm, bu imkanları özüm yaradıram. Study objectivimizi bu şəkildə hazırlasaq, çox güclü bir sənəd hazırlamış olarıq dostlar. İndi gəlin keçək personal statement-a, yaxud da statement of purpose-a. Personal statement bizim Fulbright komissiyasına kim olduğumuzu çatdıran bir sənəddir və bizim yerdə yetirmək istədiyimiz dəyişikliyi niyə etmək istədiyimizdən bəhs edirik bu sənəddə. Nəzərə alaq ki, dostlar, istər Fulbright seçim komissiyası, istər universitetin qəbul komissiyası hər il minlərlə, bəlkə 10 minlərlə bu cür sənədlər nəzərdən keçirirlər. Məhz onların arasında seçilmək üçün biz sənədimizi yoxlayacaq insanlarla bir bağ qurmalıyıq. Mənim fikrimcə bu bağı qurmağın ən yaxşı yolu personal statementimizi bir hekayə şəklində yazmaqdır və orada müəyyən emosional məqamlara toxunmaqdır. İndi yenə mücərrət olmasın deyə öz personal statementimdən sizə misal gətirəcəyəm. Mənim personal statementim, mən uşaqlığımdan belə bir epizod xatırlayıram cümləsi ilə başlayırdı və mənim uşaqlığımda, gəncliyimdə olan çətinliklərdən danışırdı və bu çətinliklərin məni hara gətirdiyindən və cəmiyyətimizdə etmək istədiyimiz dəyişikliyi niyə etmək istədiyimdən bəhs edirdi. Burada həm də biz imkan düşdükcə öz nailiyyətlərimizdən də danışmalıyıq. İndi yenə də mən öz personal statementimdə bu məqamları necə qeyd etmişəm, onu sizə misal göstərəcəyəm. Mən etdiyim layihələrin biri ilə 2017-ci ildə beynəlxalq liderlik proqramına qəbul almışdım və bu proqram çərçivəsində Prince Charles, Kofi Annan kimi şəxslərlə şəxsən görüşmə imkanım olmuşdu. Bunu qeyd eləmişdim öz personal statementimdə. Bundan əvvəl proqrama müraciət etdiyim il mən şirkətimizdə keçirilən reverse mentor, yəni əks mentorluq proqramı çərçivəsində həmən ili ölkəmizin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə regional prezidentinin əks mentoru seçilmişdi. Nədir bu əks mentorluq proqramı dostlar? Adi mentorluq proqramında aşağı vəzifəli, az təcrübəli insan yüksək vəzifəli, çox təcrübəli insanla mentorluq belə deyək, xidməti alır. Amma əks mentorluq bunun tərsidir. Yəni aşağı təcrübəli, aşağı vəzifəli insan yüksək vəzifəli insana mentorluq edir. Bununla da işlədiyim şirkət öz siyasətini işçi səviyyəsində daha yaxşı tətbiq etmək üçün məsələlərə işçi gözündən baxmaq istəyirdi. Və bununla da biz regional prezident ilə birlikdə bir il boyunca hər həftə görüşlər keçirirdi və şirkətimiz üçün böyük təsirlərə malik olan layihələr həyata keçirmişdik. Hansı ki, onlar barədə indi də düşünəndə mənim üçün qürur vericidir. Bunu personal statementimdə qeyd etməyin məqsədi nədən ibarətdir dostlar? Aydındır ki, mənim işlədiyim şirkət kimi bir şirkətdə hardakı yüksək ixtisaslı kadrlar arasında böyük rəqabət var. Prezidentin əks mentoru olmaq hər kəsə müvəffəq olmayacağı bir şeydir. Bunun üçün sizin şirkətiniz sizə müəyyən potensiallı bir gənc kimi baxmalıdır. Aydındır ki, Fulbright komissiyası da bunu oxuyanda anlayacaqdır. Mən də Fulbright seçim komissiyasına şirkətimin belə mənə potensiallı bir işçi kimi baxdığını çatdırmaq istəyirdim. Buna görə də çox incə bir şəkildə, kontekstə uyğun yerdə xırda olaraq bunu qeyd etmişdim. Dostlar, study objectivimizi və personal statementimizi bu şəkildə hazırlasaq, çox güclü sənədlər ortaya çıxarmış olarıq. Qeyd edim ki, bu məsləhətləri verdiyim hər bir kəs Fulbright proqramının seçim proseslərindən uğurla keçib.
Müraciət prosesi bununla bitmir. Biz müraciət formamızı həm də 2 tövsiyə məktubu əlavə eləməliyik. Onlardan biri universitetdən olmalıdır, digəri isə iş yerindən. Mən Fulbright proqramına müraciət edəndə artıq 10 ildən çox idi ki, universiteti bitirmişdim. Orada dekanlıqda dəyişikliklər var idi, professor heyətində dəyişiklik var idi. Və mən fikir verdim ki, mənim o vaxt çox sevən professorlarımdan biri başqa bir fakültəyə dekan keçib. Ona görə onunla əlaqə saxladım və xahiş etdim ki, mənə tövsiyə məktubunu məhz o yazsın. Çox gözəl bir tövsiyə məktubu mənim üçün hazırladı. Əslində məktubun kimdən gələcəyinin Fulbright komissiyası üçün böyük bir əhəmiyyəti yoxdur və belə bir tələb qoymayıblar. Sadəcə olaraq dekanın özündən bir məktub almaqla Fulbright seçim komissiyasına olmasa da qəbul alacağım universitetə daha potensiallı tələbə olmağı mesajını vermək istirdim. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu deyə bilmərəm. Hər halda mənim fikrimcə imkan varsa, adi professordan yox, kafedra müdirindən, yaxud da dekandan, yaxud da bəlkə rektorun özündən məktub ala bilərsiniz. Məncə bu daha yaxşı olar. Eyni qayda ilə mən iş yerindən tövsiyə məktubunu da öz birbaşa menecerimdən yox, ondan bir neçə vəzifə yüksək olan senior menecerlərdən birindən almışdım. Bu şəxs mənə mentorluq edirdi. Bilirəm ki, məni bir işçi kimi çox bəyənirdi və o da çox gözəl, təsirli bir tövsiyə məktubu mənim üçün hazırlamışdı. Belə dostlar, bütün sənədlərimizi hazır etdikdən sonra Fulbright proqramına müraciət edirik və screening prosesinin nəticəsini gözləyirik. Screening prosesindən uğurla keçən namizədlər intervyuya dəvət alırlar. Fulbright proqramının intervyusu çox qısa intervyudur. Mənim xatırladığıma görə hardasa mənim intervyum 15 dəqiqə çəkmişdi. Mənim vaxtımda Covid vaxtı olduğu üçün bu intervyu onlayn idi. Amma indi bilirəm ki, Amerika səfirliyində üzbəüz keçirilir. Hansı ki, mənim fikrimcə bu daha yaxşıdır. Çünki özümüzü daha yaxşı təqdim etmə imkanı verir bizə. İntervyu panelində mən müraciət etdiyim vaxtda 3 nəfər iştirak edirdi. Onlardan ikisi Amerika səfirliyinin işçisi idi, biri mütləq proqram koordinatorudur və bir nəfər də onlar həmişə keçmiş Fulbright qaliblərindən dəvət edirlər. İntervyu üçün verəcəyim ən vacib məsləhət ondan ibarətdir ki, çox güclü və gözəl bir giriş spiçi hazırlayın. Aydın məsələdir ki, bütün intervyular özünüzü təqdim edin sualı ilə başlayır və dediyim kimi çox qısa vaxt bu intervyu ayrıldığı üçün biz bu vaxtdan maksimum istifadə edib özümüzü çox gözəl təqdim etməliyik. Və mənim fikrimcə giriş spiçini özümüz haqqında darıxdırıcı məlumatlarla burada oxumuşam, burada çalışıramla doldurmaq əvəzinə personal statementimizdə olduğu kimi qısaca bir hekayə kimi demək olar və sonda mütləq öz məqsədimizi də hardasa bu sözü sevmirəm, amma pafoslu şəkildə də qeyd etməyə bacarmalıyıq. Digər verəcəyim vacib bir məsləhət ondan ibarətdir ki, dostlar, mütləq hansı problemi həll etmək istəyirsinizsə, bunun ətrafında yaxşıca düşünün və araşdırmalar edin və mütləq öz sahənizdə olan siyasət həlləri barədə də düşünün. Mən etik deyil deyə sizə suallar barədə heç nə deməyəcəm. Ümumiyyətlə, məndən soruşanda da sualları demirəm. Çünki əminəm ki, yəqin ki, sual pulunda çox az suallar var və bu ədalətli olmaz başqalarına qarşı. Amma bu dediyim məsləhətlərə qulaq assanız, əminəm ki, intervyunu çox mükəmməl şəkildə verəcəksiniz. Intervyunu uğurla keçdikdən sonra Fulbright sizi ingilis dili imtahanı verməyə və cari imtahanı verməyə dəvət edir və bu imtahanların xərcini də Amerika səfirliyi qarşılayır. İngilis dili üçün minimum skor tələbi var. TOEFL 90, IELTS 7 olmalıdır. Bu anlaşılandır. Ona görə ki, səfirlik sizi Amerikada təhsil almağa göndərir və onlar əmin olmalıdırlar ki, siz bu təhsili ingilis dilində almağa qabilsiniz. Amma GRE üçün bir minimum skor tələbi yoxdur. Ona görə ki, GRE skoru daha çox bizim universitetə qəbul olmağımızda rol oynayır. Deyək ki, siz Fulbright komissiyasının xoşuna gəlmişsiniz, amma GRE balınız aşağıdır. O halda onlar sizi hansısa bir universitetə yerləşdirəcəklər, amma bu top universitet olmaya da bilər. Ona görə də əgər yaxşı bir universitetə qəbul almaq istəyirsinizsə, o zaman mütləq GRE imtahan nəticəniz də yaxşı olmalıdır. Təxmini hər bir imtahana hazırlaşmaq üçün sizin bir ay vaxtınız olur. Əlbəttə, bu ildən ilə dəyişə bilər. Asılıdır ki, müraciət nə zaman başlayıb, intervyular nə zaman bitib. Amma təxmini bu aralıqda sizin vaxtınız olacaq imtahana hazırlaşmağa. Mən o vaxt hazırlaşmışdım Maqush saytından. Videonu çəkməmişdən əvvəl saytı yoxladım. Sayt hələ də aktivdir. Çox sadə bir saytdır. Həm də çox ucuz idi. $80 ödəmişdim, mən yadımdadır. Və ingilis dilindən ya 105
105 ya o 110 TOEFL nəticəsi yığmışdım. Tam xatırlamıram, amma bilirəm ki, nəticəm əla idi. GRE imtahanı nəticəsini də tam xatırlamıram, amma onu bilirəm ki, kifayət qədər yaxşı nəticə əldə eləmişdim ki, Georgia Tech kimi bir universitetə qəbul almışdım. Bir də GRE üçün əlavə kitablar da istifadə eləmişdim. Sizə maraqlıdırsa hansı kitablar istifadə eləmişəm, linkizində mənə yaza bilərsiniz. Bu kitabları sizə göndərə bilərəm. Amazondan onları sifariş eləmişdim. Belə dostlar, GRE imtahanını və ingilis dili imtahanını uğurla verdikdən sonra siz proqrama qəbul alırsınız. Proqram boyunca proqram koordinatorları Amerikada sizin daim yanınızda olur. Hər hansı bir köməyə ehtiyac olduqda sizə daim dəstək olurlar. Bundan əlavə Fulbright həm də təhsil aldığınız müddətdə müxtəlif proqramlarda iştirak etməyə sizə imkan yaradır və bu proqramlara qəbul aldığınız halda digər ştata getməlisinizsə, onların da yaşayış və nəqliyyat xərclərini qarşılayır. Ümumilikdə onu deyim ki, Fulbright proqramı olduqca maraqlı bir proqramdır. Çox gözəl bir təcrübədir və əminliklə deyə bilərəm ki, mənim təhsil aldığım il yəqin ki, ömrümün ən gözəl günlərindən biri idi. Və bu videonu izləyirsinizsə, deməli siz də Fulbright'ın qalibi olmaq istəyirsiniz. Sizə uğurlar arzu edirəm dostlar. Əgər hansısa suallarınız qaldısa, bu videoda onları cavablandırmadım, o zaman mənə ya burada şərh bölməsində yaza bilərsiniz, yaxud da linkizində mənimlə əlaqə saxlaya bilərsiniz. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.